Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bu gün sizlərə 0% ilə necə şirkətlərin səhim sənədlərinə yatırımlar edə bilərsiniz? Bu videoda sizlərə bunu göstərəcəm. İlk öncə bunu deyim ki, yüzlərlə fərqli sistemlər var və banklardan özəlliyi budur ki, məsəl üçün sizlər hər hansı bir səhim sənədinə və ya da ki, deyək ki, qızıl satın almaq istəyirsiniz, düzdürmü? Bunun üçün əlbəttə ki, nə edirsiniz dostlarım? Artıqdan faizlər ödəyirsiniz. Ancaq sizə göstərəcəyim bu sistemdə hər hansı bir faiz ödəməyə ehtiyac yoxdur. Bəli, səhv eşitmədiniz. 0 komissiya ilə, 0% ilə siz istədiyiniz şirkətlərin səhim sənədlərini həm ala bilərsiniz, həm də istədiyiniz an sata bilərsiniz. Yəni ki, banklardan özəlliyi budur ki, banklarda məsəl üçün 1-ci və 5-ci günlər arasında satışlar edə bilirsiniz. Ancaq burada belə deyil. İstədiyiniz an səhim sənədlərinə yatırım edə bilirsiniz. İstədiyiniz an səhim sənədlərini aldığınız, necə deyim, hissə sənədlərini sata bilirsiniz. Məsəl üçün, örnək olaraq gəlin danışağın qızıldan. Burada ən birinci yerdə olan gold. Gördüyünüz kimi, bunu siz qızıl mağazasından almağa ehtiyacınız yoxdur. Sizlər yəni düşünün ki, 1000 manatlıq bu gün qızıla yatırım edirsinizsə əgər, yəni aparın həmin aldığınız qızılı 2 gündən sonra satın. Təbii ki, qızıl mağazası bunu sizdən 100 manat, 200 manat aşağı bir qiymətlə götürəcək. Bunun da səbəbi bilirsiniz nədir dostlarım? Çünki sizlərə qızıl lon qiymətinə satılmır. Amma sizə göstərəcəyim bu sistemdə əlbəttə ki, siz qızılı lon qiymətinə satın ala bilərsiniz. İndi isə gəlin burada Nvidia var, burada Apple var, burada Google'un hissə sənədi var, Microsoft var, Silver, yəni ki, gümüş var. Bunlara necə yatırım edə bilərsiniz? Bunlardan danışım. Baxın dostlarım, yəni banklardan daha keyfiyyətli, banklardan daha yaxşı, yəni hər hansı bir komissiya ödəmədən, yəni burada əsas mən bunu sizlərə çatdırmaq istəyirəm. Yəni düşünün ki, bir varlığı olduğu qiymətdən satın alırsınız. Məsəl üçün, bu günlərim bu telefon əgər Amerikada 100 dollardırsa, siz bu telefonu Amerikadan elə birbaşa 100 dollara satın alırsınız. Başa düşdünüz? Yəni ki, qızıl ölkəmizə gəlir, ölkəmizdə onun üzərinə pul qoyub satırlar. Yəni ticarət olaraq da baxımından bu şəkildə düşünsək və yaxud bu günlərin banklarda necə edirlər dostlarım? Bax, mən sizə bunu deyim. Siz hər hansısa bir Tesla'nın və ya Apple'ın hissə sənədinə yatırım etmək istəyirsiniz, onun 10%-ni, 5%-ni bank özünə götürür. Yəni ki, sən düşün, 1000 manat yatırırsan, o 1000 manat yatırımın qarşılığında heç bir şey qazanmadan 100 manat bank sənin üzərindən qazanır. Ancaq belə deyək, məsəl üçün Apple, düzdürmü? Burada dostlarım, qeyd birjasını görürsünüz. Baxın, burada gördüyünüz kimi. Deyək ki, Apple-a yatırım etmək istəyirsən, baxın, bunun kriptovalyuta ilə hər hansı bir əlaqəsi yoxdur. Məsəl üçün, bir dəqiqə. Buradan dostlarım, bax, bunun üzərinə vurursunuz. Sadəcə və sadəcə edəcəyiniz budur. Burada Apple Loan adı yazılıb görürsünüz. Yəni bunun üçün nə etməlisiniz? Sizə qeyd birjası lazımdır. Qeyd birjasından qeydiyyatdan keçərsiniz. Bu videonun açıqlama qismində linki var. Oradan qeydiyyatdan keçib, necə deyim, proqramı telefonunuzda quraşdırın, telefonunuzda proqramı aktiv edin və ondan sonra təbii ki, əlinizdə USDT olmalıdır. Yəni bunların da növbəti günlərdə hamısını bir-bir başa salacağım. Əslində hər şeyi öyrətmişəm, yenə də bunun üçün öyrədəcəm. Və bu şəkildə Apple-ın hissə sənədini, baxın, 7.24 satın ala bilərsiniz. Heç bir faiz olmadan, hər hansı bir yerə faiz ödəmədən və aldığın kimi istədiyin anda sata bilərsən. Sadəcə və sadəcə birjada əlində olması gərəkən USDT-dir. Yəni bunu əlində saxlayırsan, istədiyin, necə deyim, qızılamı, gümüşəmi və yaxud da ki, Tesla'nın şirkətinə, burada bax, mən sizə göstərim, burada gördüyünüz kimi Tesla'nın şirkətinə də yatırım edə bilərsən, yəni bir sözlə bütün şirkətlərə.
Sadəcə və sadəcə tək bir birja ilə. Ancaq qızıl almaq istəsəz dostlarım, gold. Yəni qızıla yatırım etmək istəsəz, gəlin bunu da sizlərə tam izahlı şəkildə başa salım. Gördüyünüz kimi qızıl budur, Tether Gold. Yəni qısaltması isə X-Out yazılıb. Yəni birjalarda bu var. Baxın, Gate.io birjasından daxil olub 0 komissiya ilə satın ala bilərsiniz. Burada indi qızılın qiyməti 4198 dollar göstərir. Dostlarım, yəni siz istəsəz buradakı səhim sənədlərini, məsəl üçün 5 dollarlıq da satın ala bilərsiniz, 50 dollarlıq da satın ala bilərsiniz, 500 dollarlıq da satın ala bilərsiniz. Yəni ki, 1 dollarlıq da satın ala bilərsiniz. Başa düşdünüz? Yəni ən minimumdan ən maksimuma qədər, ki maksimumu yoxdur, yəni yatırım edə bilərsiniz. Başa düşdünüz? Bu şəkildə ortada hər hansı bir banka komissiya ödəmədən, faiz ödəmədən istədiyiniz an alıb, istədiyiniz an hissə sənədlərini sata bilərsiniz. İndi dostlarım, düşünün ki, yəni burada aldığınız qızılı, buradan aldığınız qızıl, yəni əllə toxuna bilməsəz belə, yəni düşünün ki, qızıl mağazalarından və ya banklardan qızılın səhimlərini etdiyiniz yatırımlardan qat-qat daha üstündür. Çünki burada yüksələn və artan qrafiklər var. Yəni bilirsiniz ki, məsəl üçün bir qızılı hal-hazırda 4198 dollar 90 sent səviyyəsindən satın aldınız və ya gümüşə yatırım etmək istəyirsən, həmçinin bu da bax eyni şeydir. Yəni ki, bu videonun açıqlama qisminə bu linkləri qoyacağam, dostlarım. Yəni buradan girib, məsəl üçün Walmart var. Amerikanın ən böyük, belə deyim sizlərə, satış şəbəkələrindən biridir. Və ya Alibaba var, və ya Netflix var. Bunların hissələrinə dünyada necə yatırım etmək olur? Yəni insanlar necə yatırım edir? Baxın, siz də həmçinin Gate.io birjası vasitəsilə bu şirkətlərə, bu necə deyim, səhimlərə öz yatırımlarınızı daha güvənli və daha rahat bir şəkildə edə bilərsiniz. İndi bu günlərim təəssüflər olsun ki, baxıram ki, banklarda bu reklamlar dayanmadan gedir, amma qoyduqları faizlər çox, amma çox absurd şəkillərdədir. Ki, yəni dəymir də, başa düşdünüz. Məsəl üçün, burada bunu olduğu qiymətdən biri var satın alasan, biri var da ki, bankda bunu hər hansısa bir bankın qoyduğu faizlə, qoyduğu qanunla satın alasan. Yox, burada isə Gate.io-da isə tamamilə hər şey başqadır. Yəni öz əlin öz başındır, bir sözlə. İstədiyin an ala bilirsən, istədiyin an sata bilirsən. Sadəcə olaraq dostlarım, bunda deyim ki, təəssüflər olsun ki, bizim ölkəmiz, yəni digər ölkələrə baxdıqda çox informasiyadan geri qalan bir ölkədir. Yəni çox necə deyim, inkişaf edən informasiya baxımını deyirəm bu arada sizlərə. İnformasiya baxımından inkişaf etməyib. Yəni insanlar daha çox biliksizliyi seçir. Məsəl üçün, eynən dediyim kimi, adam qızıla yatırım edir, gedir mağazalardan, məsəl üçün, 1000 manat verir, 2000 manat verir, qızıl satın alır. Ancaq onun o anki dəyərini bilmir. Başa düşdünüz? Bilmir, yəni etdiyi yatırımı, qrafikini bilmir. Ancaq burada siz hər şeyin qrafikini bilə bilərsiniz. İndi isə dostlarım, sizlərə bunu deyəcəm ki, yəni bunu Telegram kanalımda da uzatmayacağam. Bununla əlaqəli əgər ara sıra videoların gəlməyini istəyirsinizsə, videonu bəyənərək şərh yazın. Bəli, bugünkü videomuz da bu qədər idi. Aşağıda linkləri qeyd edəcəm. İstəsəz Gate.io-dan, qeydiyyatdan keçərsiniz, siz də səhimlərə bu şəkildə yatırım edə bilərsiniz. İndi adlarını saymıram, çünki burada yüzlərlə səhimlər var. Özünüz hissə sənədlərinin alım-satımı ilə və ya ticarəti ilə, daha doğrusu, məşğul ola bilərsiniz. Videomuz bu qədər idi dostlarım. Sağ olun, hələlik.